Hörmətli izləyicilərim, Gəncənin Gülüstan qəsəbəsinə dəvət olunmuşam. Kənanın dəvətinlə, Kənan qardaşın dəvətinlə və burada bu ərazidə su axtarışı aparmaq üçün istəyirlər ki, suları olsun, artizan vurdusunlar. Həmişəki kimi əvvəlcədən mən yoxlamışam, axtarmışam, suyun yerini müəyyən eləmişəm və sizə yenə suyu necə axtarıb tapdım onu göstərmək istəyirəm. Bax, ərazidə durdum, biolokatoru tutdum yuxarı, biolokator döndü sola, o tərəfə döndü. Mən də onun arxasınca döndüm və gəldim irəli, bax burada suyu tapdığımız yerə ağac basırmışam, görürsünüz. Bax, bu ağacın yanına çatanda qarşımı kəsdi. Bu o deməkdir ki, bizim axtardığımız su buradan keçir, buradadır və bu ağac basırılan yerdən qazılarsa o suyu götürmək mümkün olacaqdır. Su xətti, su damarı 52 metrdən keçir. Dərindən keçir 52 metrdən. Su damarının altında 75 metrdən başlayaraq 89 metrəyə qədər bir göl var. Dərinliyi bir elə, diametrdə hardasa bir 6 metrə diametr var gölün təxminən. Bu biolokatorun üzdən göstərdiyinə görə. Düzdür, biz o gölü gözümüzlə görmürük, amma bu işarə verir. O işarə ilə hərəkət edirik və görürük ki, 6 metr diametrində, 14 metr dərinliyində bir göl də var. İstəyərdim ki, qazsınlar buradan və 100 metr, 89 metrə qədər göldür və 90-100 metr arasında qazsınlar, normal sularını götürsünlər. Suyun da gücü normaldır. Bunların təsərrüfatına, sahələrində nə iş görsələr, mənə gəlir ki, su bəs eləyəcəkdir. Allah şen eləsin, Allah bol su qismət eləsin inşallah.